Yenə də bir kənd videosu ilə qarşınızdayam. Çəkib paylaşmaq məndən, bəyənib dəstək olmaq sizdən. Kənddə yaşayanlar yaxşı bilir ki, həyatımızda işləri bitmək bilmir. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan dağ. Bu gördüyünüz palmaların stilindən də doludur məndə. Kim istəsə yorumda yazsın, gəlib götürsün. Əvvəl qiyməti baha olanda əkirdik çıxmadı. İndi əkmirik, özü çıxır. Onu da deyim ki, bu evin qabağında istəyirəm bundan sonra yemək videoları çəkim. Nə düşünürsünüz? Əvvəl kimi çay qırağında çəkim, mətbəxdə çəkim, yoxsa bu evin qabağında? Sizə görə hansı daha yaxşı olar? Təmizlik işlərini bitirdik, keçdik ağac əkməyə. Gördüyünüz kimi Əbəlfəz də burada mənə kömək edir. Belə bir söz var, övladlarınız bir tarladır. Hansı toxumu səpsəniz, onu biçəcəksiniz. Mən də çalışıram təbiətə, ağaclara olan sevgini indidən ona aşılayım. Necə ki zamanında nənəmdən belə görüb götürmüşəm. Getdi, əkdi də, ata əkdi. Böyüyər, apelsin yeyərsən. Qaşın, qaşın, qaşın. Sönməyib ki, man bala, sönməyib.